Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev vəkilləri vasitəsilə aktiv hərəkətə keçib. Qafqaz İnfoya istinada xəbər veririk ki, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Bu məqsədlə onlar Dövlət Təhlükəsizliyi Xidmətindəki cinayət işinin materialları ilə Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında Səbail rayon məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar. Həmin sənədlər arasında Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail rayon məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı da var. Bu qərarın Boz kardinalın ifşa olunmasında xüsusi rol oynadığı hesab olunur. Belə ki, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, Şərq-Qərb nəşriyyatı və daha sonra digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib. Görünür ki, Ramiz Mehdiyev vəkillərinə bu istiqamətdə xüsusi göstəriş verib və müdafiəsinin qurulması üçün mümkün hüquqi addımların atılmasını tapşırıb. Qeyd edək ki, 87 yaşlı Ramiz Mehdiyev hazırda ev dustaqlığı şəraitində saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə gündəmini zəbt edib. Cinayət prosesində iştirak edən Ramiz Mehdiyev və ailəsi mahiyyəti yayılmış ittihamı təsdiq və ya təkzib edən hər hansı açıqlama verməyib.